Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Bugünkü videomuzda sizlərə Rövşən Caniyevin qan düşmanı sayılan tanınmış qanuni oğru haqqında məlumat verəcəyik. Keçək əsas xəbərə. Zəhmət olmasa videonu bəyənib kanalımıza abunə olun. Rusiyanın Sverdlovsk vilayət məhkəməsi qanuni oğru Georgiy Akoyev barəsində seçilmiş həbs qəti imkan tədbirinin yüngülləşdirilməsi ilə bağlı müraciəti yenidən rədd edib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci yüksək mövqe tutma maddəsi ilə ittiham irəli sürülüb. Georgiy Akoyev 2025-ci ilin noyabrında saxlanılıb və həbs edilib. Həmin vaxt Verx İsetski rayon məhkəməsi onu istintaq təcridxanasına göndərib və daha sonra həbs müddəti bir neçə dəfə uzadılıb. İstintaq orqanlarının versiyasına görə təqsirləndirilən şəxs qanuni oğru statusuna malikdir. 2008-ci ildə Lenin rayon məhkəməsi Georgiy Akoyevi təşkilatçı qismində silahlı soyğunçuluğa görə 11 il azadlıqdan məhrum edib. İddialara görə o 2000-ci illərdə yerli sahibkarlardan birinə qarşı silahlı hücumu təşkil edib. Cəzasını isə sərt rejimi ilə tanınan Polyarnaya Sova müəssisəsində çəkib. Məhkəmədə çıxış zamanı Giya Sverdlovski bildirib ki, onun kriminal aləmlə heç bir əlaqəsi yoxdur. Mən artıq 8 ildir azadlıqdayam. Heç kimə belə təqdim olunmamışam. Heç bir cinayət birliyi yaratmamışam. Xatırladaq ki, 51 yaşlı Giya Sverdlovski Yekaterinburqda Azərbaycanlı iş adamının 6 kiloqram qızılını alaraq onu böyük məbləğə, yəni 50 milyon rubla, təxminən 1 milyon 100 min manata satacağını və əldə etdiyi pulu onunla bölüşəcəyini vəd etmişdi. İş adamı 6 kiloqram qızılı qanuni oğruya versə də nə qızıl qaytarılıb, nə də pul. Qeyd edək ki, Sverdlovski mərhum qanuni oğru Dedxasanın bacısı oğlu sayılır. O, dayısına görə Rövşən Lənkəranskini qan düşməni elan etmişdi. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.